Ukrayna kamikadze dronları 18 noyabr gecəsi Donetsk vilayətinin şərqindəki Rusiyanın nəzarətində olan Zuyevska və Starobirşova istilik elektrik stansiyalarına zərbə indirib və nəticədə bir neçə yaşayış məntəqəsi elektriksiz qalıb. Ukraynanın pilotsuz uçuş sistemi bölməsi elektrik stansiyalarına edilən hücumun video görüntülərini paylaşıb. Bölmə qeyd edib ki, Zuyevşa elektrik stansiyası Donetsk bölgəsində elektrik enerjisinin 1/3-ni təmin edir. Qondarma Donetsk Xalq Respublikasının lideri Denis Pushilin bölgənin enerji sisteminə misli görünməmiş hücum barədə məlumat verib. Pushilin dron hücumunun bir neçə rayonda 500 min insanı elektriksiz qoyduğunu bildirib. İşğal olunmuş bölgənin Rusiya tərəfindən idarə olunan hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində Donetsk, Makiyevka, İlovaysk və digər yaşayış məntəqələri elektriksiz qalıb və bu da qazanxanaların və filtrasiya stansiyalarının bağlanmasına səbəb olub. Yerli kanallar Zuyevska elektrik stansiyasına edilən hücum zamanı ikinci qazanın transformatoruna zərbə endirildiyini bildirib. O, istismardan çıxarılıb, Ukrayna son həftələrdə Kremlin müharibə səylərinə mane olmaq üçün Donetsk vilayətindəki elektrik stansiyalarına və hərbi infrastrukturuna qarşı uzun mənzilli pilotsuz təyyarə və raket hücumlarını artırıb. Donetsk vilayətində vəziyyət gərgindir. Burada Rusiya qoşunları amansız hücumlara baxmayaraq, Ukrayna qoşunlarının mövqələrini qoruduğu strateji Pokrovsk şəhərinə soxulmağa çalışır. Rumıniya hakimiyyəti 17 noyabrda bazar ertəsi səhər saatlarında Ukraynanın İzmail limanına edilən dron hücumu nəticəsində sərhəd yaxınlığında mayeləşdirilmiş qaz daşıyan gəmidə baş verən yanğın səbəbilə Tulça rayonunun Plauru kəndində qabaqlayıcı təxliyə həyata keçirib. Rusiya qüvvələrinin gecə saatlarında Dunay yaxınlığındakı hədəflərə hücumu nəticəsində LPG gəmisində alovlanma baş verib və bu, Rumıniyanın sərhədinə yaxın icmalar üçün mümkün təhlükə yaratdığı üçün fövqəladə xidmətlərin dərhal qiymətləndirməsinə səbəb olub. Ukrayna-Rumıniya sərhədində təxminən 4000 ton maye qaz daşıyan gəminin Rumıniyanın Tulça rayonundakı Plauru kəndinə yaxın Dunayın Ukrayna sahilində pilotsuz uçuş aparatı tərəfindən vurulmasından sonra ciddi təhlükə yaranıb. Rumıniyanın Fövqəladə Hallar üzrə baş müfəttişliyi bildirib ki, Daxili İşlər Nazirliyi ilə birlikdə aparılan qiymətləndirmədən sonra partlayış riski olan zonaya ən yaxın ərazilərdə sakinlərin və heyvanların müvəqqəti təxliyəsi barədə qərar verib. İndiyədək Plauru kəndindən 15 nəfər təxliyə olunub və onlar üçün Çatalçıyoy qəsəbəsində yaşayış yeri hazırlanıb deyə qurum məlumat yayıb. Təxliyə tədbiri təhlükə aradan qalxana qədər qüvvədə qalacaq. Hadisələrin gedişatını izləmək və təcili tədbirləri koordinasiya etmək üçün rayon Fövqəladə Hallar Komitəsi aktivləşdirilib. Rumıniya Müdafiə Nazirliyi gecə hücumu zamanı Tulça ətrafında Ukrayna hava məkanında hərəkət edən hava hədəflərinin radar vasitəsilə aşkarlandığını bildirib. Gecə saatlarında rayonun şimal hissəsində sakinlərə RO alert xəbərdarlığı göndərilib. Nazirlik qeyd edib ki, Rumıniya hava məkanının pozulması qeydə alınmayıb.
Müdafiə Nazirliyinin qüvvələri bu gecəki hadisələr nəticəsində risk yarana biləcək ərazilərdə yoxlamalar aparacaq. Sərhəd boyu vəziyyətlə bağlı müttəfiq strukturlar da dərhal məlumatlandırılır deyə açıqlamada deyilir. Nazirlik Rusiya zərbələrini qınayaraq onları Ukraynanın mülki infrastrukturuna qarşı əsassız hücumlar və beynəlxalq hüququn ciddi pozuntusu adlandırıb. Türkiyənin Dəniz İşləri Baş İdarəsi 16 nəfərlik Türk heyəti olan bir gəminin Ukraynanın İzmail limanında hücuma məruz qaldığını və yanğın baş verdiyini açıqlayıb. Türk tərəfi bildirib ki, heyət təhlükəsiz şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur. Yanğın söndürənlər gəmidəki alovu nəzarət altına alıb, Plauru kəndini əhatə edən Çatalçyoy icmasının meri və Tulça prefekti hadisə yerinə baş çəkib. Ukrayna tərəfinin xahişi ilə hər iki sahildə fəlakətli partlayış riski nəzərə alınaraq əhalinin təxliyəsinə qərar verilib. Yerinə yetirilən məlumatlara görə ötən gecə Rusiyanın Xarkov vilayətinə hücumları nəticəsində azı 3 nəfər həlak olub, 10 nəfər yaralanıb. Eyni zamanda Rusiya qüvvələri Rumıniya sərhədinə yaxın Dunay sahilində yerləşən İzmail liman şəhərini də hədəfə alıb.